Lap adam çəkir xəcalət bu böyük rəhmət önündə. Lap adam çəkir xəcalət bu böyük rəhmət önündə. Dil də acizdir danışsın o gözəl surət önündə. Mübarək Ramazan ayında Allahın rəhməti digər aylardan fərqli olaraq qat-qat daha artıq yer üzünə nazil olur. Və insan həqiqətən də bu rəhmət haqqında düşünəndə sanki bir xəcalət hissi keçirir ki, Allaha necə təşəkkür etsin. Qurulub ziyafətullah yenə şəhri Ramazanda. Qurulub ziyafətullah yenə şəhri Ramazanda, elə bil əyləşib insan qoyulub cənnət önündə. Vurulub zəncirə iblis. Vurulub zəncirə iblis, gər oruc olsa ağız deyil, günah aciz qalar əlbət bu bir ay fitrət önündə. Tüm Ramazan ayı boyunca hər kim oruç tutmaqla yanaşı dilini də qorusa, insanın daxilində, fitrətində olan gözəlliklər üzə çıxar və insan get-gedə Allaha yaxınlaşar. Artıq insanla Allahın arasında bir maniyə qalmaz və insan günah etmək istəməz. Çəkilər pərdə gözündən, qovuşar məşuqa aşiq. O həmən surəti görcək kim edər cürət önündə. Yenə seyran dilə gəlmiş, danışır güya şeirlə. Yenə seyran dilə gəlmiş, danışır güya şeirlə. Gəl həmən surəti görsə, edəməz söhbət önündə. Gəl həmən surəti görsə, edəməz söhbət önündə.